Mingəçevir şəhər Sağ sahil qəsəbəsində, Praverikdə, mərasim evinə yaxın ərazidə daş tipli binanın birinci mərtəbəsində gördüyünüz belə bir 2 otaqlı mənzil satışa çıxdı. Otaqların girişləri, hamam, tualet hamısı ayrı-ayrılıqdadır. 2 otaq 3-ə artırmadır. Gördüyünüz kimi bura balkon olub, buranı hal-hazırda mətbəx kimi istifadə edirlər. Normal genişliyi də var. Tam normal şəkildə mətbəx kimi istifadə olunur. Bura qonaq otağıdır. İşıq yanıb deyənə biraz qaranlıq görsənir. Bu da evin yataq otağıdır. Genişlik tam normaldır. Fikir verin, genişlik kvadrat evdir, genişliyi tam normaldır. Orta təmirlidir, səliqəlidir, bərbad vəziyyətdə deyil, rahat yaşamaq olar. Bura hamamıdır. Bura sanitar qovşağıdır. Tam normal, səliqəli. Bura digər yataq otağıdır. Buranın da lampiskası yanır, ona görə biraz qaranlıq görsənir. Ancaq təmiri görsənir. Tam normal, səliqəli vəziyyətdədir və böyük yataq otağı sayılır. Bura genişliyi də normaldır. Bir daha təkrar edirəm, Mingəçevir şəhər Sağ sahildə, mərasim evinə yaxın daş tipli binanın birinci mərtəbəsində 2 otaqlı otaqların və hamam tualetin girişləri ayrı-ayrı, tam normal, təmiri səliqəli mənzilimiz satılır. Əlaqə nömrəsi görsənir, ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. WhatsApp-ımız aktivdir. Diqqət etsin, çox.